Hər birinizi salamlayıram, hər birinizi xoş gördük. İnşallah bu günləri növbət dərsimizi izah edəcək, YouTube kanalına yerləşdirəcək. Bu günləri seçdiyim mövzu horizontallar mövzusudur. Horizontallar mövzusunun izahını verəcəm bu günləri. Horizontallar mövzusunu izah etməmişdən əvvəl, horizontala tərif verməmişdən əvvəl ilk öncə şəklə baxaq. Tərifi anlamağımız üçün ilk öncə şəklə baxaq. Şəkildə hər biriniz görürsünüz ki, müsbət bir relyef forması təsvir olunubdur. Yəni dağ təsvir olunubdur şəkildə. Müsbət bir relyef forması, yəni dağ təsvir olunubdur. Bu dağın görürük ki, zirvəsi 655 metrə bərabərdir. Gəlin bu dağın yamacında müxtəlif nöqtələr götürək. Birinci nöqtə, ikinci nöqtə, üçüncü nöqtə və dördüncü nöqtə. Müxtəlif nöqtələr qeyd edirik dağın yamacında. Təsəvvür edin ki, biz dağın yamacında birinci nöqtədə dayanmışıq. Və birinci nöqtədən, yəni söhbət dağın həqiqətdə olan bir dağdan söhbət gedir də, dağın özündə. Birinci nöqtədə dayanmışıq. Bu dağdan şərq istiqamətində hərəkətə başlayıram. Şərq istiqamətində hərəkətə başlayıram və dolanıram, dağın digər tərəfinə keçirəm. Hərəkət edirəm, yenidən birinci nöqtəyə çatıram. Onda mənim hərəkət etdiyim bir yolda, yəni yuxarı aşağı qalxmadan, yalnız şərqə doğru. Məsələn, tutaq ki, 300 metr hündürlükdəyəm, dayanmışam, şərqə doğru hərəkət edirəm. Və mən bütöv bir qövs çizmiş olacam, bütöv bir çevrə çizmiş olacam və bu qövsün üzərində yerləşən bütün nöqtələrin, məsələn, bu nöqtənin, tutaq ki, bu nöqtənin, bütün nöqtələrin mütləq hündürlüyü 300 metr olur. Çünki yuxarı aşağı qalxmamışam hündürlük dəyişsin. İndi mən bu nöqtələri şabuli xətti üzrə müstəviyə köçürəcəm. Məsələn, bu nöqtəni köçürdüm, bura. Bu nöqtəni köçürdüm, alındı bu nöqtə. Buradakı nöqtəni köçürdüm belə. Bütün nöqtələri bu qayda ilə dağın digər yamacındakı nöqtələri də köçürəndə belə bir nöqtələr şəbəkəsi alınır. Və bu nöqtələrin də hamısının mütləq hündürlüyü 300 oldu. Hamısının mütləq hündürlüyü 300 oldu. Niyə? Çünki mən 300 metrdə yerləşən, 300 metr mütləq hündürlüyə malik olan nöqtələri köçürmüşəm. Hamısı oldu 300 metr. İndi mən 300 metrə malik olan nöqtələri birləşdirirəm. Birləşdirdim, gətirdim, burada qapatdım. Və buna deyirlər horizontal. Horizontal budur, belə alınır. Onda horizontala belə tərif veririk ki, eyni mütləq hündürlüyə, yəni 300, hamısı 300. Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xəttə. Gördünüz, gətirdim, qapadım. Qapalı əyri xəttə horizontal deyilir. Bir də deyirəm tərifi, eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xəttə horizontal deyilir. Gördüyünüz bu xətlərin hamısı qapalı əyri xətlərdir. Və bu xətlərin eyni xəttin üzərində yerləşən bütün nöqtələrin mütləq hündürlüyü eynidir. Bu 300-dürsə, 400 ola bilməz. Hamısı 300-dür. Amma bir xəttdən digər xəttə keçiriksə, artıq mütləq hündürlük dəyişir. Arta bilər, azala bilər. O məqamlara da baxacaq. İndi gəlin, baxaq görək, kəsmə yüksəklik nəyə deyilir? Horizontallar arasında, bu gördüyünüz horizontallar arasındakı hündürlük fərqinə deyirlər kəsmə yüksəklik. Kəsmə yüksəklik kəsmə yüksəkliyin iki tapılma qaydası var. Kəsmə yüksəkliyi dedik ki, nə oldu? Horizontallar arasındakı hündürlük fərqinə deyirlər kəsmə yüksəklik. İki tapılma qaydası var. Əgər horizontallar bir-birinə qonşu olarsa, məsələn, tutaq ki, A horizontalı var, bir də B horizontalı var. A horizontalı, B horizontalı. Bunlar qonşudur. Onda kəsmə yüksəkliyini tapanda A horizontalının mütləq hündürlüyündən B horizontalının mütləq hündürlüyünü çıxacaq. Kəsmə yüksəkliyinin tapılmasının ikinci qaydası. Horizontallar bir-birinə qonşu olmadıqda nətər tapılır? Məsələn, A horizontalı, bir də D horizontalı. A-nın mütləq hündürlüyü verib, D horizontalının mütləq hündürlüyü verib, bizə deyir ki, kəsmə yüksəkliyini tapır. Onda qayda belədir ki, A horizontalından D horizontalı çıxılır, araların sayına bölünür. Məsələn, bir ara, yəni boşluqların sayına, 2 ara, 3 ara bölünür, 3 araya kəsmə yüksəkliyi tapılır. Deməli, kəsmə yüksəkliyin iki tapılma qaydası olur. Əgər horizontallar qonşu olarsa, məsələn, A horizontal, B qonşudur, yalnız fərqini tapacaq. Məsələn, bu 20 metrdir, bu 30 metrdir. Kəsmə yüksəkliyi soruşursa, 30-dan çıxın 20-dir, deyəsiz 10 metrdir. Məsələn, bu 40 metrdir, bu da 50 metrdir. Qonşu olmayarsa, ikinci hala var. A ilə D qonşu deyil. A 20-dir,
D isə 50-dir. Onda 50-dən çıxarsınız 20-ni, 50-dən çıxarsınız 20-ni, böləsiniz 3-ə. 50-dən 20-nə çıxdınız 30, 30-u da bölürsünüz 3-ə, bərabərdir 10 metr. Gördünüz mü? Hər iki halda cavabımız 10 metr alır. Deməli, bizim horizontalımızda, bizim məsələmizdə kəsmə yüzdəliyi 10 metr alınır. Beriştirif nədir? Beriştirəxə baxaq. Horizontallara perpendikulyar çəkilmiş qısa əyri xətlərə deyirlər beriştirix. Horizontallara perpendikulyar çəkilmiş qısa əyri xətlər. Görürsünüz, bu qısa əyri xətlərə deyirlər beriştirix. Əgər beriştirix kənara istiqamətlənibsə, görürsünüz, kənara istiqamətlənib. Kənara istiqamətlənibsə, bu relyef forması dağdır. Amma yox, beriştirix daxilə istiqamətlənсəydi, məsələn, çəkirəm, daxilə doğru çəkirəm. Artıq bu relyef forması olardı çökəklik. Əgər beriştirix kənara istiqamətlənibsə, bu relyef forması dağdır, daxilə istiqamətlənibsə, bu relyef forması çökəklikdir. Yəni, horizontalın dağ çökəklik olduğunu beriştirixə əsasən təyin edə bilərik. Beriştirixlə iki şeyi müəyyən edirlər. Topluda da bu haqda suallar var. Beriştirixlə nə təyin edirlər? Yamacın meyilliyi təyin edirlər. Beriştirixlə təyin edirlər səth sularının axın istiqamətini. Deməli, beriştirixlə iki anlayışı müəyyən edirlər. Bir, yamacın meyilliyini. Görək, yamacımız qərbə meyillidirmi, şərqə meyillidirmi, şimala. Görürsünüz, burada yamac artıq qərbə meyillidir, yəni dağdır. Bir də səth sularının axım istiqaməti. Burada səth suları dağın bu yamacında qərbə doğru axır. İki anlayışı müəyyən edirlər. Horizontalın dedik ki, dağ çökəklik olduğunu beriştirixlə müəyyən edirlər. Bəzən ola bilir ki, məsələmizdə beriştirix çəkilmir. Yəni, bu qısa əyri xətləri görməyə bilərsiniz bəzən. Bəzən bu qısa əyri xətləri görməyə bilərsiniz. Yalnız hündürlüklər verilir. Məsələn, tutaq ki, verilir 20, 30, 40, 50 metr. Onda beriştirix vermədikdə yalnız mütləq hündürlük verilibdirsə, onun dağ çökəklik olduğunu nə tər bilək? Məsələn, 30, 20. Əgər mütləq hündürlük mərkəzə doğru artıbdırsa, bu relyef forması dağdır. Görürsünüz, mərkəzə doğru 20, 30, 40, 50. Deməli, dağın ətəyindən qalxırsan zirvəsinə. Demək ki, bu dağdır. Amma yox, mütləq hündürlük mərkəzə doğru azalıbdırsa, 50 metr, 40, 30, 20. Demək ki, bu relyef forması çökəklikdir. Əgər mərkəzə doğru, bu ortadakı nöqtəyə doğru artıbdırsa, deməli bizim relyef formamız dağdır. Amma yox, mərkəzə doğru azalma baş veribdirsə, demək ki, bu relyef formamız çökəklikdir. Deməli, dağ və çökəklik olduğunu bir beriştirixə görə müəyyən etdik. Beriştirix verməyibdirsə, onda mütləq hündürlüklərə baxacaq. İndi isə gəlin baxalım görək, dağın hansı tərəfi meyillik çoxdur, hansı tərəfdə meyillik azdır. Onu necə müəyyən edirlər? Meyilliyin çox az olduğu yamacı bilmək üçün harada horizontallar sıx çəkilibsə, görürsünüz, dağın şərq yamacı. Şərq yamacında horizontallar sıx çəkilibdir. Demək ki, onda deyirlər ki, burada meyillik çoxdur, çox meyilli yamacdır. Amma horizontallar seyrək olarsa, bu artıq az meyilli yamacdır. Deməli, horizontalların sıx olduğu yer çox meyillidir, horizontalların az olduğu yer az meyillidir. Məsələn, topluda suallar var. Tutaq ki, belə bir horizontal verir. Deyir ki, dağın meyilliyin çox olduğu yamacı tapın. Onda meyilliyin çox olduğu yamac budur. Cənub-qərb istiqaməti. Deyəcək ki, dağın cənub-qərb istiqamətinə meyillik çoxdur. Meyilliyin az olduğu da horizontalların seyrək olduğu istiqamət. Yəni, şimal-şərq istiqaməti. Bu da yamacın meyilliyinin təyin edilməsi qaydasıdır. Deməli, beriştirixi anladıq, yamacın meyilliyinin təyin edilməsini anladıq. Mütləq hündürlük nədir, nisbi hündürlük nədir? Ona baxaq. Görürsünüz, dağın mərkəzində bir nöqtə qeyd olunubdur. Buna deyirlər dağın mütləq hündürlüyü. Mütləq hündürlük. Hündürlük iki qrupa ayrılır. Var mütləq hündürlük, var nisbi hündürlük. Dağın zirvəsində yazılan nöqtə mütləq hündürlükdür. Amma nisbi hündürlük deyəndə, məsələn, deyir ki, tutaq ki, A, B arasında nisbi hündürlüyü tapın, horizontal məsələn. Onda adam beni çıxarsa. Nisbi hündürlüyü odur ki, iki nöqtə arasındakı hündürlük fərqlidir. Mütləq hündürlük elə nöqtənin öz üzərindəki yazılan hündürlük. Məsələn, A-nın üzərində yazılıb 20. A-nın mütləq hündürlüyü 20-dir. Zirvədə yazılıb 655. Zirvənin mütləq hündürlüyü 655-dir.
Amma desə ki, A və B nöqtələri arasında nisbi hündürlüyü tapın. Məsələn, B 30-da, A da 20, onda 30-dan 20-ni çıxarsınız. Mütləq və nisbi hündürlüyün tam geniş qaydasına baxarlar. Mütləq hündürlük odur ki, məsələn, tutaq ki, A nöqtəsidir. A-nın mütləq hündürlüyü ona deyilir ki, nöqtənin okean və dəniz səviyyəsindən olan hündürlük fərqidir. Təsəvvür edin, bu okean dəniz səviyyəsidir. Okean dəniz səviyyəsi. Nöqtənin okean və dəniz səviyyəsindən olan hündürlük fərqinə deyilən mütləq hündürlük. Okean səviyyəsinin nöqtədən okean səviyyəsinə bir şablon xətt indiririk. Məsələn, bu xəttin hündürlüyü 50 metrdir. Onda deyirik ki, A-nın mütləq hündürlüyü 50 metrdir. Yəni zirvənin mütləq hündürlüyü, dağın mütləq hündürlüyü 655 o deməkdir ki, yəni okean səviyyəsindən bu 0 metrdən dağ 655 metr hündürlükdə yerləşir. Okean səviyyəsindən 655 metr hündürlükdə yerləşir. Bu mütləq hündürlük. Nisbi hündürlük isə odur ki, məsələn, A 20 metr oldu, B 30 oldu. 20 ilə 30-un arasındakı fərq. A 30 metr, tutaq ki, B də oldu 20 metr. 30-dan 20-ni çıxırsan, iki nöqtə arasındakı şabuli xətt üzrə hündürlük fərqinə deyilən nisbi hündürlük. Nöqtənin okean dəniz səviyyəsindən olan hündürlük fərqinə deyilən mütləq hündürlük. Mütləq hündürlüyü ölçən cihaz barometrdir. Mütləq hündürlüyü barometrlə ölçürlər. Nisbi hündürlüyü isə niveler cihazı ilə ölçürlər. Deməli, mütləq hündürlüyü barometr cihazı ilə ölçürlər, nisbi hündürlüyü isə niveler cihazından ölçürlər. Gəlin indi baxalım, görək kənar horizontal nədir, daxili horizontal nədir? Bu dağdır. Görürük ki, dağda 1, 2, 3, 4 dənə horizontal təsvir olunubdur. Ən daxildə yerləşən horizontala yazıram A horizontalı, ən kənarda da B horizontal. A horizontalına deyirlər daxili horizontal. B horizontalına deyirlər kənar horizontal. Yəni, ən daxildə yerləşən, bu çökəklik də ola bilər, şərt o deyil daha olsun. Ən daxildə yerləşən horizontala deyirlər daxili horizontal, ən kənarda yerləşən horizontala isə deyirlər kənar horizontal. Bəzən dağın ətəyi deyir. Dağın ətəyi deyirsə, birinci söhbət kənar horizontaldan gedir. Dağın ətəyi, horizontal məsələsində deyir, məsələn, dağın ətəyində 100 metr mütləq hündürlükdə, dağın ətəyində 50 metr. Birinci söhbət kənar horizontaldan gedir. Ətək odur ki, dağın ən alçaq nöqtəsi deməkdir. Yəni, dağın ətəyi deyəndə söhbət kənar horizontaldan gedir. İndi məsələlərimizə baxalım. Hər şey əsaslarımla başlayacaq. Məsələ 1-ə baxalım. Deyir ki, A və B məntəqələrinin mütləq hündürlüklərini təyin edin. A və B-nin ümumiyyətcə horizontal məsələlərinə ilk öncə baxanda ağlınıza gələn ilk şey kəsmə yüksəkliyin tapılması olsun. Kəsmə yüksəkliyi tapın, yazın kənara. Kəsmə yüksəkliyin iki tapılma qaydasıdır. Dedik ki, bir, horizontallar qonşudursa fərqini tapın, qonşu deyilsə fərqini tapın, araların sayına bölün. Və mən məsələmdə görürəm ki, məsələmdə ilk öncə kəsmə yüksəkliyi tapmalıyım. Məsələmdə görürəm ki, horizontallar qonşu deyil. 110-un qonşusu bu horizontal olmalıdır. Amma 120-də qonşu deyil. 2 dənə ara var. Arada bir horizontal var. Ona görə qonşu olmayan horizontallarda kəsmə yüksəkliyinin tapılma qaydasını tətbiq etməliyəm. Yəni 120-dən çıxmalıyam 100-ü. 120-dən çıxmalıyam 110-u. Bərabərdir 10 metr. Onu bölməliyəm araların sayına. 2 ara var. Bərabərdir 5 metr. Deməli, 120-dən çıxdım 110-u 10. Onu böldüm araların sayına. 1 ara, 2 ara. 2 araya böldüm 5 metr. Deməli, mənim kəsmə yüksəkliyim oldu 5 metr. A və B məntəqələrinin mütləq hündürlüyündür. İndi A-nı tapmaq üçün 120-nin üzərinə kəsmə yüksəkliyi ya üzərinə gəlməliyəm, ya çıxmalıyam. Onu necə təyin edəcəm? Təyin edeyim görüm, bu dağdır yoxsa çökəklikdir. Dedim ki, əgər verişdiriq verilməyibsə, dağ çökəklik olduğunu bilmək üçün mütləq hündürlüklərə baxın. Mərkəzə doğru azalıbdır. Demək ki, bu relyef forması çökəklikdir. Mərkəzə doğru artsaydı dağ olardı, amma bu mərkəzə doğru, mərkəzdə bura olsun. Mərkəzə doğru azalıbdır. Demək ki, bu çökəklikdir. Çökəklikdirsə, mərkəzə doğru azalır, kənara doğru getdiksə A kənardadır. Kənara doğru getdiksə artırmalıyam. Yəni 120 horizontalının üzərinə 5 metri gələcəm, eləyəcəkdir 125 metr. Yəni A horizontalı 125 metrdir. C horizontalda 125 metrdir. Niyə? Çünki C ilə A horizontalı, C ilə A nöqtəsi
nöqtəsi daha doğrusu. S nöqtəsi ilə A nöqtəsi eyni horizontalın üzərindədir. Horizontala da tərif verəndə dedik ki, eyni mütləq hündürlüyə malik olan nöqtəni birləşdirən xətt. Yəni, bir xəttin üzərindəki nöqtələrin hamısı mütləq hündürlüyü eynidir. Onda A ilə S-in mütləq hündürlüyü eynidir. İndi gəlib B-ni tapaq. B horizontalına qələmi qoyuram üzərinə, gətirirəm, yazıram. Deməli, B horizontalda 120 metr. Artıq bunu veribdir. B horizontalda bərabərdir 120. Deməli, A 125, S də A-ya bərabərdir. Bu da 125, B isə 120. Artıq onu veribdir. Məsələmizin həllidir. İndi keçək ikinci məsələyə. Burada düşməyibdir. Burada kəsmə yüksəklik 50 metrdir burada. Burada kəsmə yüksəklik 20 metr. Yazarsan düşmür. Deməli, məsələ 2-yə baxaq. Deyir ki, relyef forması dağdırsa, daxili horizontalın mütləq hündürlüyünü tapın. Daxili horizontalın mütləq hündürlüyünü necə tapılır? İki qayda var. Əgər, kənarda bir dənə qaydanı izah edək. Əgər relyef forması dağdırsa, beriştirik kənardırsa artıq dağdır. Mərkəzin də mütləq hündürlüyü veribdir. Deyir ki, daxili horizontalı tapın. Daxili horizontalı tapın. Kəsmə yüksəklikdə tutaq ki, məsəl üçün deyək 10 metr tutaq ki. Deyir, daxili horizontalı tapın. Onda, məsələn, zirvədə tutaq ki, 700 metrdir. 700-dən kiçik, ona bölünən ən böyük ədədi götürəsiniz. 700-dən kiçik, ona bölünən ən böyük ədəd. Bunu məsələn 705. 700-dən kiçik, ona bölünən ən böyük ədəd. Bu, daxili horizontalın hündürlüyüdür. Qayda belədir ki, əgər relyef forması dağdırsa və dağın zirvəsi verilibdirsə, daxili horizontalın mütləq hündürlüyünü tapmaq üçün zirvənin mütləq hündürlüyündən kiçik, kəsmə yüksəkliyinə bölünən ən böyük ədədi götürəsiniz. Ən böyük ədəd. İndi gəlin məsələ birimizə baxaq. Deyir, relyef forması dağdır, daxili horizontalın mütləq hündürlüyünü tapın. Relyef forması dağdır və dağın zirvəsi 576-dır. Onda mən 576-dan kiçik, niyə kiçik deyirəm? Çünki dağdır, aşağıya, daxili horizontal zirvədən aşağıdır. Aşağıya doğru mütləq hündürlük kiçilir. Dağın zirvəsindən enirəm aşağıya, ona görə zirvədən kiçik. Yəni 576-dan kiçik, 50-yə bölünən ən böyük ədəd. 576-dan kiçik, 50-yə bölünən ədədləri yazalım. 550, sonra 500, sonra 450. Bunların da içərisində ən böyüyü 550-dir. Ən böyüyü 550-dir. Onda bizim daxili horizontalımız, yəni bu horizontalın mütləq hündürlüyü olacaqdır 550 metr. Deyir, daxili horizontal mütləq hündürlüyünü tapın, cavab 550 metrdir. 576-dan kiçik, 50-yə bölünən ən böyük ədəd. Məsələn, 576-dan kiçik, 570 50-yə bölünür, tutulur. 560 50-yə bölünür, 550 bölünür. 500 bölünür, 450 bölünür. Bunların da içərisində ən böyüyü götürürsən. İndi ikinciyə baxaq. Relyef forması çökəklikdirsə, daxili horizontal hündürlüyünü tapın deyir. Relyef forması çökəklikdir. Çökəkliyin mərkəzi 76 metrdir. Onda necə tapılır? Onda çökəkliyin mərkəzdə yazılan rəqəmdən, yəni 76-dan böyük 20-yə bölünən kəsmə yüksəklikdə 20 metrdir. 20-yə bölünən ən kiçik ədədi götürəsiniz. Çünki 76-dan böyük niyə deyirəm? Çünki çökəklikdir. Kənara doğru mütləq hündürlük artır. Bura çökəkliyin dibidir. Çökəkliyin dibindən qalxıram yuxarı. Ona görə mütləq hündürlük artır. Ona görə deyirəm ki, 76-dan böyük 20-yə bölünən ədədləri yazalım. 80, 100, 120. Bunların da içərisində ən kiçiyi götürürsünüz. Ən kiçiyi götürürsünüz. Ən böyüyü, çünki ən böyük da sonsuz davam edir. Ən böyüyü götürmür. Ən kiçiyi götürürsünüz. Çökəklikdə 76-dan böyük 20-yə bölünən ən kiçik ədəd. Cavab 80 metrdir. Bu da məsələ 2-miz. İndi gəlin məsələ 3-ə baxalım. Deyir ki, kəsmə yüksəkliyi 20 metr olarsa, sxemdə göstərilmiş dağın nisbi hündürlüyünü tapın. Dağın mütləq hündürlüyü, yəni zirvəsinin hündürlüyü 525 metrdir və kəsmə yüksəkliyi də 20 metrdir. Dağın nisbi hündürlüyünü soruşur.
İlk öncə onu deyim ki, nisbi hündürlük bayaqlar izah etdik. Dedim ki, nisbi hündürlük odur ki, iki nöqtə arasında hündürlük fərqi. Bu nöqtə, bu nöqtə. Bu nöqtədən bu nöqtənin mütləq hündürlüyünü çıxın, bu oldu nisbi hündürlük. Amma sizdən desək ki, dağın mütləq hündürlüyünü tapın. Deyirsiniz 525. Daha heç nəyə çıxmırsınız. 525. Bu dağın mütləq hündürlüyüdür. Amma dağın nisbi hündürlüyü deyəndə necə tapılır? 525-dən çıxarsınız ətəyin mütləq hündürlüyünü. Yəni A-nın mütləq hündürlüyünü çıxarsınız. Dağın zirvəsindən dağın ən alçaq yeri, yəni ətəyi, ən kənardakı horizontalı mütləq hündürlüyünü çıxarsınız, bu dağın nisbi hündürlüyünü verəcək. Ona görə dağın nisbi hündürlüyünü tapmaq üçün bizə A horizontalının mütləq hündürlüyü lazımdır. Biz ilk öncə A horizontalının mütləq hündürlüyünü tapmalıyıq. A horizontalının mütləq hündürlüyünü də tapmaq üçün bizə daxili horizontalı mütləq hündürlüyü lazımdır. Eynən bayaqki qaydanı tətbiq edəcək. Dağda qaydanı necə demişdik? Zirvədən kiçik, çünki dağda aşağıya enirik. Zirvədən kiçik, 525-dən kiçik, 20-yə bölünən ən böyük ədəd. 525-dən kiçik, 20-yə bölünən ədədləri gəlin yazaq. Yazaq. 520, sonra 500, sonra 480, 460. Bunların da içərisində ən böyüyü 520-dir. 525-dən kiçik, 20-yə bölünən ən böyük ədəd. Olur bizim daxili horizontalımızın mütləq hündürlüyü. Deməli, daxili horizontalımızın mütləq hündürlüyü 520 metr oldu. 520. İndi dağdır. Yəni aşağıya doğru mütləq hündürlüyü azaltmalıyıq. Berişdirib kənara istiqamətlənibdir. Dağın ətəyinə doğru gedirik. Yəni zirvədən yenirik aşağı. Bu belə bir şey. Zirvədən yenirik aşağı. Ona görə mütləq hündürlüyü azaltmalıyıq. 520 kəsmə yüksəldiyimiz 20-dir. Bu horizontalı tapmaq üçün 520-dən 20-ni çıxmalıyıq. Eləyəcəkdir 500 metr. Anı tapmaq üçün 500-dən yenə 20-ni çıxmalıyıq. 480 metr. A horizontalının mütləq hündürlüyü oldu 480 metr. Dedik ki, dağın da nisbi hündürlüyünü tapmaq üçün zirvənin mütləq hündürlüyündən ətəyin mütləq hündürlüyünü çıxmalıyıq. Yəni 525 metrdən çıxırıq 480 metri. Cavab eləyir 45 metr. Deməli 45 metr dağın nisbi hündürlüyüdür. Nisbi hündürlük, mütləq hündürlük şəkildə daha aydın başa düşə bilərsiniz. Qaydanı belə dedik ki, məsələn, tutaq ki, deyir ki, A-nın mütləq hündürlüyü, A-nın dəniz səviyyəsindən olan hündürlüyü. Yəni, bax, bu məsafə, bu hündürlük, məsələn, tutaq ki, 50 metrdir. Onda deyirlər ki, A-nın mütləq hündürlüyü 50 metrdir. Nisbi hündürlük deyəndə, məsələn, A nöqtəsi, B nöqtəsi. Nisbi hündürlük deyəndə A-dan B-nə çıxın. İki nöqtənin şabuli xətt üzrə olan hündürlük fərqi nisbi hündürlük adlanır. Nöqtənin okean və dəniz səviyyəsindən olan hündürlük fərqi isə mütləq hündürlük adlanır. Mütləq hündürlüyü barometr cihazı ilə ölçdük, nisbi hündürlüyü isə niveller cihazı ilə ölçülür. İndi məsələ 4-ə baxalım. Uşaqların ən çox çalışdığı məqamlardan biridir. Topluda da buna aid məsələlər var. Deyir ki, el nöqtəsinin mütləq hündürlüyü 1000 metr olarsa, kəsmə yüksəkliyi hesablayın. Kəsmə yüksəkliyin, yenə deyirəm təkrar, iki qaydasını dedik. Horizontallar qonşudursa fərqini tap, qonşu deyilsən fərqini tap, araların sayına böl. İndi mən burada en horizontal mütləq hündürlüyünü veribdim, 1000 metr. En üzərinə yazan 1000 metr. İndi mənə başqa bir istənilən horizontal lazımdır ki, mən fərqini tapım, kəsmə yüksəkliyi tapım. Və yadınızda saxlayın, həmişə bu dəniz gördüyünüzdə dənizə 0 metr yazırsınız. Həmişə dəniz gördüyünüzdə dənizə 0 metr yazırsınız. Və diqqət edin, kəsmə yüksəkliyi tapmaq üçün 1000-dən 0-a çıxdınız. 1000-dən çıxdıq 0, elədi elə 1000 metr. İndi 1000-i araların sayına bölməliyəm. Bu aranı da götürün. Uşaqlar ən çox bu aranı götürmürlər. Bu aranı itirirlər. Elə sayırlar 1, 2, 3, 4, 4-ə bölürlər. O da cavab yanlışdır. Dənizlə kənar horizontalın arasındakı aranı da götürün bölmə əməliyyatı eləyəndə. Onda 1 ara, 2 ara, 3 ara, 4 ara, 5 ara. 5 dənə ara oldu. Onda 1000-i bölürsünüz araların sayına 5-ə. Cavab 200 metr. Demək ki, bizim kəsmə yüksəkliyimiz 200 metr. Bir də deyirəm, dənizi harada gördünüzsə, dənizə 0 metr yazırsınız. 1000-dən çıxdığınız 0-ı elədim 1000, bölürsünüz araların sayını. 1 ara, 2 ara, 3 ara, 4 ara, 5 ara. Dənizlə kənar horizontalın arasını unutmayın. Bu aranda nəzərə alın. İndi məsələ 5-ə baxalım.
Deyir ki, kəsmə yüksəkliyi 200 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Uşaqların ən çox saçdığı məqamlardan da biri budur. Kəsmə yüksəkliyi 200 metrdir. A nöqtəsinin mütləq hündürlüyü. A-nın mütləq hündürlüyünü tapmaq üçün mənə daxili horizontal mütləq hündürlüyü lazımdır. Daxili horizontal tapmalıyam. Və baxıram ki, relyef forması çökəklikdir. Çökəklikdə qaydanı necə demişdik? Çökəklikdə dedik ki, qayda belə idi ki, mərkəzdəki ədəddən böyük kəsmə yüksəkliyinə bölünən ən kiçik ədəd olsun. Yəni, mənfi 150-dən böyük 200-ə bölünən ən kiçik ədəd. Uşaqlar burada elə götürür, promo yazırlar 200 metr. Götürüb yazırlar 200 metr. Amma burada bir şeyə 200 metr yazsaq yanlışdır. Bir şeyə diqqət etmək lazımdır ki, mərkəzə diqqət edin. Burada mənfiyə fikir verin qəbulda həmişə. Mənfi 150 deyir. Mənfi 150. Ədəd oxunda, riyaziyyatda ədəd oxunu yadınıza salın. Məsələn, tutaq ki, mənfi 5, mənfi 4, mənfi 2, 0, 1, 2, 3. Məsələn, mən sizə desəm, mənfi 5-dən böyük 2-yə bölünən ən kiçik ədəd, uşaqlar sırazılı 2-ni deyir. Amma burada 0-ı görmürlər. Ədəd oxunda 0-a fikir verir. Deməli, mənfi 150-dən böyük 200-ə bölünən ən kiçik ədəd 0-dır. O 0-ı itirməyin. Ona diqqətli olun. Demək ki, daxili horizontalımızın mütləq hündürlüyü 0 metrdir. Ədəd oxundan yadda saxlayın. Mənfi ədədlər 0-a yaxınlaşır, sonra artır müsbət ədəd. Yəni, burada 0-ı itirməyin. Mənfiyə baxanda həmişə 0-a diqqət edin. Deməli, mənfi 150-dən böyük 200-ə bölünən ən kiçik ədəd. Yəni, 0 metr. Daxili horizontal oldu 0 metr. Daxili horizontal oldu 0 metr. A-nı da tapmaq üçün çökəklikdir. Çökəklikdə kənara doğru artır. Kənara doğru artıracam. Yəni 0-ın üzərinə də 200 metr gələcəm. 0 plus 200 bərabərdir 200 metr. Onda A bərabərdir olur 200 metr. Dağ olsaydı azaldardım, amma çökəklik olduğu üçün artırırım. A oldu 200 metr. A nöqtəsinin mütləq hündürlüyünü deyir. Cavabımız 200 metrdir. Görək növbəti məsələmiz var. Artıq bitdi dərsimiz. Horizontal haqqında bu qədər. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.